Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina habibi kulubina şefii zunubina Ebu'l Qasim Muhammed. Ve ala alihi tayyibin tahirin el ma'sumin el mukerremin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahu Teala fi kitabihil hakim. Bismillahirrahmanirrahim. İnne evvele beytun vudu'a linnas lellezî bi Bekkete mübareken ve huden lil alemin. Amenne billah ve sadakallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu eyyuhel mu'minun. Cümə gününüz mübarək olsun inşallah. Allah Teala bu günün bərəkətindən, rəhmətindən hər birimizə nəsib eləsin. Allah Teala Kur'an-ı Kerim'de buyurur: İnne evvele beytun vudu'a linnas lellezî bi Bekkete mübareken ve huden lil alemin. İnsanlar için tikilmiş ilk ev, insanlar için inşa olunmuş ilk ev Bekke'deki evdi. Mübarek bir evdi ve alemlere hidayetdi. Allah Teala bu ayədə yer üzerinde inşa olunmuş ilk evden bəhs eləyir. Bu hansı evdi? Bu ilk ev hansı bir evdi? Şübhəsiz ki burada əyləşən hər birimiz bildik ki söhbət Kəbə evindən gedir. Söhbət həcc ziyarətindən gedir. Qədim tarixə nəzər salsaq, bütün qədim sivilizasiyalarda həcc ayininə, həcc ibadətinə bənzər ibadətlər olubdu. Qədim Misirdə məsələn insanlar Azirus məbədinə ziyarətə gedərdilər, onu tavaf edərdilər. Və yaxud da qədim Mesopotamiyada xüsusi günlərdə məbədə gələrdilər, xüsusi geyimlər geyinərdilər, qurbanlar kəsərdilər. Çində insanlar Tianşan dağlarına gedərdilər, Hindistanda və ilaxır bütün sivilizasiyalarda həcc ayininə bənzər bir ayinlə rastlaşırıq. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, yer üzərində insanlar üçün inşa olunmuş ilk ev, Kəbə evi bütün peyğəmbərlərin qibləsi olubdu. Bütün peyğəmbərlərin öz təlimində öz əksini tapıbdı. Baxmayaraq ki, Kəbənin, yəni bizim çoxumuzun bildiyi budur ki, ilk bani, bənnası İbrahim əleyhissalamdan o cür deyil. Allah Kur'an-ı Kerim'de de buyurur ki: وَاِذْ بَوَّأْنَ لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ. Biz İbrahim'e evin yerini gösterdik. Yani Kabe'nin yeri mevcud idi İbrahim'den önce. Sadece İbrahim'e evin yerini gösterdik. Diğer bir ayette de buyurur ki: وَاِذْ يَرْفَعْ إِبْرَاهِيمُ الْقَوَاعِدًا مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلِ. İbrahim evi bünövrəsindən ucalttı, İsmail de onunla birlikte. Allah buyurur ki, yer üzerinde insanlar için inşa edilmiş ilk ev Bekke'deki evdi. Bekke haradı? Bekke Səbə dilində vadi deməkdir. Məkkə sözü Ptolemeyin coğrafiyasında da makraba, məqrəb sözünün mənasındadır ki, Allaha yaxın olan bir məkan anlamında. Babil dilində isə Məkka sözündən götürülüb ki, Məkka sözü də ev mənasındadır. Allah Teala Hazreti İbrahim əleyhissalama evin yerini göstərdikdən sonra İbrahimə belə bir əmr verdi. وَأَذِّنْ فِي النَّاسِ. İnsanları çağır. Nəyə çağır? Və əzzin finnəsi bil həcc. İnsanları bu evi ziyarət etməyə çağır. Yə'tukə ricalən. İnsanlar pay piyada gələcəklər. Və alə kulli damirin yə'tinə min kulli fəccin amiq. Uzaq yerlərdən arıq dəvələrin üstündə belə gələcəklər. İslam şəriətində həcc hicrətin 9-cu ilində vacib buyurulubdur. Ümumiyyətlə dinimizdə ibadətləri müxtəlif cəhətdən bölə bilərik. Bəzən məsələn bu cəhətdən bölə bilərik ki, ibadətlər bəziləri bədənlə yerinə yetirilir. Gün ərzində qıldığımız namazlar kimi. İkinci qism ibadətlər var ki, mal sərf etməklə yerinə yetirilir. Zəkat kimi, xumus kimi. Bu da bir ibadətdir. Amma bu ibadəti nə ilə yerinə yetirilir? Pul, mal sərf etməklə, Allah yolunda verməklə. Üçüncü qism ibadətlərdir ki, həm bədənlə, həm pul sərf etməklə yerinə yetirilir ki, həcc ziyarətidir. Başqa bir cəhətdən də bölə bilərik. Bölgünün əsası dəyişdikcə bölgün üzvləri də dəyişəcəkdir. Elə ibadətlər var ki, biz onu hər gün yerinə yetiririk. Namaz. Gün ərzində bunu hər gün yerinə yetirməliyik. Elə bir ibadət var ki, bu ibadəti yalnız biz ildə müəyyən bir ayda yerinə yetiririk. Ramazan ayının orucu kimi.
Hər il təkrarlanır özdə. Hər il bir ay bunu yerinə yetiririk. Zəkat kimi, xumus kimi. Bir ibadət də var ki, insan ömründə onu bir dəfə yerinə yetirmək insana vacib olar müəyyən şərtlər əsasında. O da həc ziyarətidir ki, həc gücü çatan, imkanı yetən, maddi və fiziki baxımından gücü çatan hər bir müsəlmana ömründə bir dəfə vacibdir. Allah buyurur: "Vəlillahi alən-nasi haccil beyt." Allahın insanlar üzərində bu haqqıdır ki, evin nə etsinlər, ziyarət etsinlər. Mən istəta ileyhi səbilə. O kəslər ki, ona yol tapa bilirlər, gücləri yetir gedib çata bilsinlər ora. Bütün ibadətlərimizin bir zahiri var, bir batini var. Bir mülk tərəfi var, bir mələkut tərəfi var. Yəni bir forması var, bir məzmunu var. İbadətlər təkcə müəyyən formalardan ibarət deyil. Əgər biz məsələn ibadətlərin yalnız elə zahirinə baxıb qiymət versək, ancaq elə zahirinə diqqət yönəlsək, o ibadətdən heç bir fayda əldə etməyəcəyik. O ibadət bizim üçün mənəvi azuqiyə çevrilə bilməyəcək. Ona görə də insan ibadətin həm mənəvi, həm zahiri tərəfinə, hər ikisinə diqqət etməlidir. Bugün istəyirik həccin bəzi batini adablarından, bəzi mənəvi qaydalarından bir-iki kəlmə inşallah xidmətinizə çatdıraq. İmam Zeynul Abidin əleyhissalam həcc ziyarətinə getmişdi. Həcdən qaydanda Şibli deyilən bir nəfərlə rastlaşdı. Şibli zamanəsinin böyük şəxsiyyətlərindəndir. İmamla rastlaşanda imam ondan soruşdu ki, ey Şibli, həcc ziyarətini yerinə yetirdin? Şibli dedi ki, bəli, Peyğəmbərin övladı. İmam başladı həccin mənəvi tərəflərini Şibliyə sadalamağa. Hədis çox uzundur, sadəcə hədisdən bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. İmam buyurdu ki, elə ki o miqata gəldin, çatdın. Miqat o yerdir ki, hacılar ki Məkkəyə doğru gedirlər, hərəmin sərhədləri var ki, orada müəyyən məkanlar təyin olunub. Oradan keçdikdə artıq həcc oradan başlayır. Ehram libasını oradan geyib niyyətini eləyirsən. O 27-yə qədər əməl ki var, haram olur, oradan başlayır. Dersən ki, gəldin, miqata çatdın. Bu tikili paltardan çıxardırsan, ehram paltarını əyninə geydin, qüsul verdin. Bunları elədin, deyir, hə, elədim. Deyir, yaxşı, miqata çatanda niyyət elədin ki, günah libasını çıxaracaqsan və itaət libasını geyinəcəksən. Dedi, yox, belə bir niyyət etmədim. Deyir, yaxşı, bu libası ki, tikili paltarları ki, əynindən çıxartdın, riya, nifaq və şübhəli məqamlardan çıxmaqda niyyət etdin ya yox? Ki, qəlbindən riyanı çıxardasan, nifaqa çıxardasan, şübhəli məqamlara başvurmaqdan uzaq durasan. Dedi, yox, ey Peyğəmbər övladı, bunu da niyyət etmədim. İmam buyurdu, qüsul verərkən ki, ehram qüsulu verdin ha. Ehram qüsulu verəndə günahlardan, xətalardan ruhu yudun, təmizlədin. Dedi ki, yox, yebnə Rasulallah, bunu da etmədim. İmam buyurdu ki, onda sən nə miqata getmisən, nə də ki sən ehram libası geymiş sayılmışsan, nə də ki qüsul vermisən. Yəni bu ibadətlərin hər birinin mənəvi tərəfləri var ki, insan onun mənəvi adabına, qaydalarına riayət eləməsə, ibadət cansız bir bədənə bənzər, ruhsuz bədənə bənzər. O ibadətin heç bir faydası olmaz artıq. Ehramla başlayır həcc ki, hacılar ki, əyinlərinə 2 ağ parçadan ibarət bir libas geyinirlər. Bu ehram libası, bu ağ libas rəmizdir. Ümumiyyətlə, həcc əməllərinin əksəriyyəti rəmizlər əsasındadır. O rəmizləri başa düşməyən adam həcc əməllərinə baxar, istehzad eləyə bilər, bunu təəccüblənməyin. Çünki o batinindən xəbəri yoxdur, zahirə baxır. Hamı ağ libas geyinibdir. Zənginlə fəqir arasındakı bütün məsafələr itir orada. Birinin ağ libası məsələn ipəkdəndir, bahalı parçadandır, yox, hamı eyni parçadandır, eyni sapdandır. Hamı 2 parçadan ibarət bir libasdadır, əynində artıq heç bir libası yoxdur. Heç bir zinət əşyasını özü ilə daşımayıbdır. Həqiqi mənada fəqirliyə çevrilir insan, fəqir olduğunu, Allaha möhtac olduğunu, heç olduğunu orada anlaya bilir. Ya yuhannas entumul fuqara illallah vallahu vel ganiyyul hamid. Ey insanlar, siz Allaha möhtac olanlar, Allah zəngindir, hər cür tərifə və şükrə layiqdir. İnsan orada bir fəqirliyini anlayır. Bu ağ libas səni hamıya qatır. Sən mən olmaqdan qurtulursan artıq. Seçilmirsən heç kəsdən. Ya şair nə gözəl deyir. Deyir ki, özünə mən deyib düzəlmə yola.
Yaraşmır dəryadan ayrıla damla. Bir qətrə dənizdən ayrılsa ki, mən seçilirəm, mən ayrılıram, günəşin bir şüası bəs eləyir ki, buxarlanıb heç olub getsin. Qatılırsan bütün o varlığın selinə, heç kimdən fərqlənmirsən, heç kimdən seçilmirsən, anlayırsan ki, var dövlətlə deyil üstünlük, elminlə öyünmə, şeytan hamıdan elmli idi. Mövqeyi ilə öyünmə, Firon Misrin sahibi idi. Mal dövləti ilə də öyünmə, Qarun qədər heç bir varlı olmayıbdı. Allah yerlə yeksan etdi, bütün var dövləti ilə məhv olub getdi. Vəzifə ilə, rütbə ilə öyünmə, Haman Fironun vəziri idi, o da dəryada qərq olub məhv oldu getdi. Soyu ilə, əsli ilə, nəcəbi ilə də öyünmə. Əbu Ləhəb də Peyğəmbərlə eyni kökdə idi. Amma Quran dedi, təbbət yedə Əbi Ləhəbin və təbb. Ki, Əbu Ləhəbin əlləri qurusun və qurudu da. Burada bütün fərqlər aradan götürülür, fəzilətlər yalnız bir meyara əsaslanır. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında ən hörmətliniz, ən təqvalınızdır. Ehram libası səni fəqirliyə qatır. Bu bir işarədir ki, sən dünyadan qurtulursan, sən günahlardan arınırsan. O bəyaz saflıq rəmzidir, fəzilətlər rəmzidir. Sən təxliyə, təhliyə və təcliyə mərhələlərindən keçirsən. Yəni, özü tamam günahlardan arındırmalısan. Ancaq mənəvi dəyərlərlə fəzilət əldə etməlisən, mənəvi dəyərlərlə zənginləşməlisən. İnsanın dəyəri onun mənəvi gözəlliyidir. Biz bəzən elə hər şeyi, həyatımızı o cür qurmuşuq ki, bütün ölçülərimiz dünya meyarları əsasındadır. Ahirətə inanırıq, amma ahirət meyarları əsasında yaşamırıq. Dünya meyarları əsasında yaşayırıq. Bu cür olmamalıdır. Ahirətə inanırıqsa, dünyamızı da ahirətin əsasında formalaşdırmalıyıq. Ahirətə görə qurmalıyıq dünyamızı. Meyarlarımız da ilahi meyarlar olmalıdır. İnsanın dəyəri onun sahib olduğu mənəviyyatıdır. Mənəviyyatın qədər də insansan, nə qədər ali dəyərlərə sahib olsan, ilahi kamilliklərə sahib olsan, bir o qədər kamil insansan. Nə qədər bunları itirirsən, insanlıqdan bir o qədər nəsibin itər. Həc bizə bunu anlatmaq istəyir. Fəzilət, üstünlük nədir? Üstünlük təqvadır. Üstünlük özü Allahın huzurunda görməkdir. Üstünlük çirkinliklərdən, pisliklərdən, pis xüsusiyyətlərdən arınmaqdır, təmizlənməkdir. Çünki həc özlüyündə bir hicrətdir, mənəvi hicrətdir. Və mən yaxrucu min beytihi muhacirən illallahi və rasulihi. Quran deyir, hər kəs evindən Allaha və Rasuluna doğru hicrət eləyə. Həc təkcə bu deyil ki, sən bilet alasan, təyyarəyə minəsən, gedib düşəsən ora, gəzəsən oralara. Əgər sən yalnız, mən, sən fərq etməz, bu zahirlə biz getsək, hicrət eləsək, elə bədənimizi ora aparsaq, biz orada tarixi abidələrdən başqa bir şey görməyəcəyik. Gördüyümüz elə o zahiri binalar, zahiri tikililər olacaqdır. Necə ki, başqa bir turistlər gedir, məsələn, qədim ölkələrə, gəzir tarixi abidələri, baxır, şəkil çəkdirir, gəlir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən belə bir hədis nəql olunur, Salman Farsidən nəql olunur ki, Salman Farsi deyir, Allah Rasulü mənə dedi ki, ey Salman, axır zamanda ümmətimin zənginləri həccə gedəcək səyahətə, ortada olanları gedəcək ticarətə, fəqirləri də gedəcək ad üçün. Zəngin hər yeri gəzib, deyir, gedim oranı da gəzim. Görüm ora nədir? Cəmaat bu boyda milyonlarla insan gedir, görüm orada necədir. Ortababları gedir alış-veriş eləmək üçün. İndi bilmirəm nə cürdür, qədimdə çox qədim yox, yəni neçə illər bundan öncə gedərdilər, bəziləri gəlib oradan qırqızıl alıb gətirirdi. Bu kömrükdə də hacıları çox yoxlamırlar ki, bunlar da mənəviyyat yolçularıdır, bunların əziyyət verməyə istifadə edirlər bunu. Fəqir də baxır, deyir ki, filan kəs getdi kənddə həccə, gəldi, ham ona hacı dedi, hörmətə mindi. Məclisə gedir, başda otururlar ki, hacı gəl otur başda. Toya gedir, hacı gəl otur burada. Deyir, mən də qoy gedim həccə, o bir atsan qazanım da. Buna gəlib çıxmışıq, bu vəziyyətə gəlib çıxmışıq. Bundan indi qurtulmaq lazımdır. Həqiqi həc bu deyil, bu gördüklərimiz deyil. Zahirlə yerinə yetirilən həc deyil. Həqiqi həc elə o mənəvi hicrətdir. Böyük alimlərimizdən, səhv etmirəmsə, Şeyx Muhammed Həsən Nəcəfi, Əl-Cəvahir kitabının müəllifi, həc barəsində tərif verəndə çox gözəl məqamlara toxunub o fiqh ensiklopediya bir kitabında. Ki, həcci deyir, elə bir ibadətdir ki, bütün ibadətdəki xüsusiyyətlər burada cəm olubdur. Evi, eşiyi tərk edirsən, vətəni tərk edirsən, bir qürbət yaşayırsan, sevdikləri qoyub gedirsən, malı, mülkü, dövləti, hər şeyi burada qoyub gedirsən. Gedirsən, hər cür insanlarla qarşırsan.
Hətta ola bilər ki, məsələn, görürsən ki, insanda bəzilər var, indi insanlar fərqlidir, zövqlər fərqlidir, bəziləri özlərini gigiyenik baxa bilmirlər. Hər cür insanlar, aşağı səviyyə insanlar, yuxarı səviyyə, hamı ilə qarışırsan, bir zillət yaşayırsan. Bir məqam gəlir ki, bütün libasları çıxarırsan, ehram libası, kəfənə bənzər ağ libas geyirsən, qiyaməti yaşayırsan. Yəni, həcdə bütün ibadətlərin içində olan o dəyərlər, o mənəvi dəyərlər hamısı həccin içərisində toplanıbdır. Gəlirik, təvaf eləyirik. O ev ki, orada inşa olunub, Allah demir o mənim evimdir. Biz sadəcə evə hörmət olaraq deyirik Allahın evi. Necə ki, Quran-ı Kərimdə Allah evi özünə nisbət verir. Və tahira beyti. İbrahimlə İsmail deyir ki, mənim evimi paklayın. Çünki Allah bir şeyi şərəfləndirmək istədikdə özünə nisbət verər. Amma Allah nə deyir? Əvvələ beytin vudi'a linnəs. İnsanlar üçün inşa olunmuş ilk ev. Bunun da bir hikməti var. Söhbətin sonunda məhz buna toxunacağım. Biz ora gedib Allaha olan məhəbbətimizi göstəririk, Allaha olan sevgimizi göstəririk ki, ilahi, hər şeyi qoyub gəldim sənin üçün. Necə ki, Cəlaləddin Mövlana deyir, eşq odur ki, hər şeyi sənin üçün yaradan Allaha, ilahi, hər şeydən sənin üçün vaz keçdim deyə bilməkdir. Ki, ilahi, hər şeydən keçib gəldim, tərəqdül xəlqə fi havakə. Şair deyir ki, sənin sevgin yolunda bütün xəlqi tərk edib gəldim, əhl-əyalımı yetim qoyub gəldim. Məni deyir, tikə-tikə doğrasan da səndən heç zaman üz döndərmərəm. Eşqin bir göstəricisidir. Bizim şairlərdən biri deyir, təvaf-ı Kəbədən məqsəd cəmalındır, cəmalındır. Təvafdan məqsəd Allah olan sevgimizi göstərməkdir. Eləcə də məsələn gedib o şeytanı daşlayır, bu da şeytana olan nifrətimizi bildirməkdir. Pis xüsusiyyətlərə olan nifrətimizi bildirməkdir. O mənəvi çirkinliklər ki var, onlara olan nifrətimizi bildirməkdən ötürüdür. Gəlirik Həcərül Əsvədə məsələn daş əl vururuq, toxunuruq. Xırda daşlardır, Kəbənin küncünə bərkidilibdir. İndi zahir insanlar o daşa toxunmaqdan ötürü bir-birini əzirlər, bir-birini itələyirlər. Bu cür olmamalıdır. İmam Zeynalabdin əleyhissalam Həccacın dönəmində gəlib Kəbəni təvaf eləyir. Həccac da deyir, həcdiydi. Həccac ibn Yusuf Səqəfi. Əhl-i Beytin qəddar düşmənlərindən biri olub, Allah ona lənət etsin. Həccacın dönəmində Həccac gəlir ki, o qaradaşa toxunsun, toxunanmır. İzdiham var. Çəkilib qıraqda bir kürsü gətirirlər, oturur kürsüdə gözləyir ki, cəmaat boşalsın, gedib qaradaşa əl vursun bu da. İmam Zeynalabdin əleyhissalam tavafını bitirib qaradaşa çatanda ki, yaxınlaşır qaradaşa, insanlar yol açırlar imama. İmam gəlib qaradaşa toxunur. Niyə toxunuruq qaradaşa? Peyğəmbərdən dönəmindən sonra 2-ci xəlifənin dövründə Ömər ibn Xəttab tavaf əsnasında gəlib qaradaşa çatanda qaradaşa baxır, belə bir söz deyir ki, vallahi ya Həcər, İnna na'lamu innaka hajarun. Deyir, ey daş, biz bilirik ki, sən bir daşsan, sənin bir nə zərərin var, nə bir faydan var. Biz gördük ki, Rasulullah səni sevir, sənə hörmət eləyir, biz ona görə səni sevib, sənə hörmət eləyirik. Əmir əl-Mömin əleyhissalam deyir, orduydu. Əleyhissalam dedi ki, Xəttabın oğlu, necə belə deyə bilərsən? And olsun Allaha ki, bunun zərəri də var, xeyri də var. Qiyamət günü bu daş başqa bir varlıq halında gələcək və ona toxunan insanların imanına şahidlik eləyəcək ki, bu əl vuran insan imanlı idi, yoxsa münafiq idi. O zamanda deyir, bunun faydası və zərəri ortaya çıxacaq, meydana çıxacaqdır. Ki, bu barədə Müstədrək kitabında da geniş bir hədis var. Müstədrək əl-Səhiheyn, Buxarı və Müslimdə olmayan hədisləri Hakim Nişapuri cəm edib bir yerdə. Halbuki Buxarı və Müslimin şərtlərinə əsasən səhih sayılan hədislərdir ki, bu məzmunda orada da bir hədis var, vaxtı almamaq üçün də o hədisi qeyd etmirəm. Gəlirik məqam İbrahimin arxasında namaz qılırıq. Allah bizə peyğəmbərlərin izlərindən təbərrük etməyi öyrədir. Vəttəxüzü min məqam İbrahimə musalla. İbrahimin məqamından deyir, namazgah seçin orada özünüzə. Tavafı etib qutardın, məqamın arxasında namaz qılmasan, tavaf namazın doğru sayılmaz. Əmr eləyir Allah sana, əmr edir ki, get İbrahimin məqamın arxasında dur, namazı qıl. Hicr İsmail var, o qövs var, Kəbənin bir tərəfində. Hicr İsmail deyilir ona. İsmail Peyğəmbərin, Hacərin qəbri tarixi mənbələri əsasən orada yerləşibdir. Tavafımızın içərisinə düşür. Peyğəmbərlərin, Allah vəlilərin asarından təbərrük etmək, onların qəbirlərini ziyarət etmək şirk olmadığına bir aşkar dəlillərdir bunlar. Sonra Allah bizə səy əmr eləyir. İki təpə arasında gedib gəlirik. Bir qadının əziyyətidir bu. Hacər əleyhissalam oğlu İsmaili Kəbənin yanındadır, Kəbə yoxdur o zaman. Uşaq ağlayır, su axtarır. Səfa ilə Mərvə arasında 7 dəfə gedib gəldi. O qadının çəkdiyi o istirab, o çəkdiyi əziyyətləri Allah bir ibadətə çevirdi. Bu İslamın qadına verdiyi bir dəyərdir. Hansısa bir kişinin belə çəkdiyi əzab əziyyəti Allah ibadətə çevirməyib. Amma bir qadının
ki, ana fəryadını Allah Taala ibadət eləyib bizim üçün. Bizə nə öyrədir bu səy? Bu səy bizə öyrədir ki, Hacər suyu nə vaxt tapdı? 7 dəfə gedib gələndən sonra tapdı. Səy etməsən nəticəni əldə etməyəcəksən. Səy etməsən vüsal əldə etməyəcəksən. وَلَيْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعَى Quran deyir ki, insana səy etdiyindən başqa bir şey verilməyəcəkdir. Çalışmalısan, səy etməlisən ki, nəticə əldə eləyəsən. Və Ərəfat, hamımızın bildiyi bir məqam ki, hacılar, İnşallah indi Zilhiccə ayının 8-i tərviyə günü deyirlər. Tərviyə günü Məkkədən çıxacaqlar. Hamı indi Kəbəyə doğru gedir. Amma gedirsən Kəbəyə gedirsən, təməttü ümrəsinin əməllərini eləyirsən, Allah sanki sənə başqa bir şey öyrətmək istəyir. Deyir, məqsəd bu Kəbə deyil ha. Sən gəlmirsən bura, elə bilməsən. İndi sən deyirəm Kəbədən uzaqlaş. Səni Kəbədən uzaqlaşdırır bir çöllüyə. Ərəfat deyilən bir çöllük. Niyə Ərəfat adlanıbdır? Bəzi rəvayətlərdə var ki, Allahın varlığını etiraf edən ilk cisimdir, torpaqdır. Ona görə Ərəfat adlanıb. Bəzi hədislərdə deyilir, Adəmlə Həvva yer üzərinə endikdən sonra Ərəfat çöllüyündə bir-birini tapdılar. Ərəfə tanımaq anlamında. Ona görə Ərəfat adlanıb. Üçüncü rəy ki, əsas rəy də budur ki, Ərəfat etiraf sözündəndir. İnsan burada Allah qarşısında bütün günahlarını etiraf eləyir. İnsan burada zəlilliyini etiraf eləyir. Ərəfat elə bir yerdir ki, sən burada günahları etiraf etməlisən. Nəfsi soru-suala çəkməlisən, özü mühasibə etməlisən, nəfsi ilə şərtləri kəsməlisən. Ərəfat dünyada ən sonuncu məqamdır ki, sən günahlardan xilas ola bilərsən. Ramazan ayı barəsində deyilir ki, Ramazan ayı Allahın rəhmət ayıdır. Xüsusilə də son 10-cu gün Ramazanın rəhmət ayıdır. Ramazan da ilahi ziyafətdir, həc də ilahi bir ziyafətdir. Biz Ramazanın gündəlik dualarında nə deyirik? Deyirik, Allahım rüzqnə həccə beytikəl haram. Fi ami hada və fi kulli am. İlahi, evini ziyarət etməyi mənə nəsib et. Bu il və hər il Allahdan həcc istəyirik bu Ramazan ayında. Hədislərdə buyurulur ki, əgər bir kəs Ramazan ayında bağışlanmasa, onun bağışlanacağı yeganə məqam və vaxt haradır? Həcdə, Ərəfatda olmaqdır. Həcc günlərində Ərəfatda ola. Və oradan deyir, çıxanda da əgər bir adam şəkk etsə ki, görəsən Allah məni bağışladı, küfr etmiş olar. Ora göz yaşıdır. Bədəni, çirkini su təmizləyir. Ruhun çirkini su təmizləməz. Ruhun çirkini ancaq axan göz yaşı təmizləyə bilər. Ruhun qüslu göz yaşı inandır. Orada sızlayacaqsan, orada Allahla əhd peyman bağlayacaqsan, bütün günahları etiraf eləyəcəksən. Başqasına günahları etiraf etmək özü böyük günahdır. Amma insan Allah qarşısında günahlarını etiraf etmək günah deyil. Günahları etiraf edib peşmançılığı bildirəcəksən. Peşmançılıq alovu ilə qəlbi yandıracaqsan ki, cəhənnəm odu ki, qəlbləri yandıran od vara. Narullahil muqadə əlləti təttəlu aləl əfidə. Allahın qaladığı od ki, qəlblərə gedib çatar ateşi. Ondan öncə sən peşmançılıq odu ilə yandıracaqsan qəlbi ki, günahların hamısını oradan məhvili aparasan. İmam Hüseyin əleyhissalamın Ərəfat duası var ki, müstəhəbdir Ərəfə günü Zilhiccə ayının 9-u oxunsun. İnşallah qismət olsa, günorta namazından sonra bu məsciddə Allahın izni ilə birgə oxuyarıq. Çox alim məqamlara toxunubdu İmam Hüseyin əleyhissalam o dualarda. Ki, ilahi, keyfə yüstədəllu aleykə bimə huvə fi vücudihi muftaqirun ileyk. İlahi öz varlığında sənə möhtac olan biri ilə necə sənə dəlil gətirmək olar? Başqası səndən necə aşkar ola bilər ki, səni o aşkara çıxartsın? Sən nə vaxt qeybdə olmusan ki, dəlillər sənin varlığa dəlalət eləsin? Sən nə vaxt uzaqlaşmısan ki, izlər sənə aparıb çıxartsın? Amiyyət eynun lə tərəkə aleyhə rəqibə. Kördür o gözlər ki, sənin üzərində nəzarətçi görə bilmir. İlahi, hədə zulli zahirun beynə yədəyik. İlahi, budur, mən sənin qarşısında zəlilliyim budur. Zəlilliyimi sənə göstərirəm ki, mən zəlil, heç bir bəndiyəm, heç nəyəm mən. Və hədə hali lə yəxfə aleykə. Halım da sənə gizli deyil, sən də bilirsən mən nəyəm. İlahi, səndən istəyirəm sənə qovuşmağı. Səninlə sənin varlığına dəlil gətirirəm. Məni öz huzurunda sadiq bəndələrindən etkinən, mən o bəndələrindən et ki, öbudiyyətin sidqini dadıblar, həqiqi mənada bəndəçiliyə varıblar. Öbudiyyət, bəndəçilik nədir? Bəndəçilik budur ki, sən hər an Allahın huzurunda özü hiss eləyirsən və ehtiyacı görürsən. Görürsən ki, sən həqiqətən Allaha ehtiyaclısan, alıb nəfəs alıb verirsən, hər varlığın sənin, bütün hüceyrələrin, ən kiçik zərrən belə
Allaha bağlıdır. Hər an Allahdan o lütf sənə gəlir. Bütün varlığınla Allahın qarşısında özü hiss eləyə bilirsən, duya bilirsən. Ondan deyirsən ki, sən həqiqətən də heç nəsən. Heç nəyə də sahib deyilsən. Gördüyümüz və hər şeyə sahib olduğumuz ki, adlandırır ki, biz buna sahibi, sanki bir ilğımdır, sanki bir illüziyadır, həqiqət deyil. Çünki bunlar hamısı məhvə məhkumdur. Bunlar hamısı fənaya məhkumdur, fəna olacaqdır. Əzəli, əbədi, sərmədi olan varlıq yalnız Allah-u Teala'dır. Ərafatda bunları düşünəcəksən. Sonra hacılar gəlir Məş'ərül Hərama. Ərafatda ki, günəş batdı çıxacaqsan. Deyir, gəl Məş'ərül Həram. Biraz yaxınlaşırsan indi Kəbəyə. Gəlirsən orada da dayanacaqsan, vüquf eləyəcəksən. Sənə əmr olunur ki, oradan daşıyıq, şeytanı daşlamaq üçün. Bunlar hamısı rəmzi bir məsələlərdir. Sən Ərafatda bütün keçmişləri Allah qarşısında etiraf elədin, bağışlanmaq dilədin, istiğfar elədin. İndi gəldin Müzdəlifəyə, gələcəyi fikirləşsən, gələcəyi qurmaq istəyirsən. Ki, mən gələcəyimi nə cür quracam? Və bu gələcəkdə sənin qarşısını alacaq kamillik seyrində qarşını alacaq maniyələr var ki, simvolik olaraq bu şeytandır. Həqiqətdə isə sənin içindəki pis xüsusiyyətlərdir. O şeytanın sənə vəsvəsə etdiyi, özünə bağladığı o xüsusiyyətlərdir. Bundan arınman lazımdır, bundan təmizlənmən lazımdır. Elə ki, sübh azanı oldu, hamı niyyətini eləyir, günəşin doğmasını gözləyir. Günəş doğanda görürsən ki, sanki bir ordu, ağ libasda bir ordu, ləbbeyk Allahümmə ləbbeyk deyə ki, ilahi sənin itaətindəyəm, sənin qulluğundayəm, sənin dediklərinə tam hazıram deyərək gedirlər rəmzi şeytanı daşlamağa. Bu pis xüsusiyyətlərə olan nifrətimizdir. Nəfsani istəklərimiz ki, bizi aşağıya endirir, bizi yerə bağlamaq istəyir, bizi maddiyyətə bağlamaq istəyir, bizi alçaqlığa bağlamaq istəyir, onları daşlayırıq biz. Onlardan qurtulmağa çalışırıq biz. Və həqiqi mənada içimizdə gizlənən Fir'onu daşlayırıq. Əmir əl-Mömin əleyhissalam buyurur ki, mə əzharahu Fir'aun admarathun nəfs. Nəfsin gizlədiyini Fir'on aşkar eləyibdi. Nəfsin gizlədiyi nədir? Fir'onun aşkar eləyib. Fir'on nəyə aşkar eləmişdi? Fir'on dedi, ənə rabbukumul a'la, ən böyük Rəbbiniz mənəm. Allahlıq iddiasında oldu. Hər birimizin içində bu iddia var əleyhissalam deyir. Sadəcə bizim nəfsimiz bunu gizləyib. Bir gün şərait yaranda biz də başlayıb o iddianı edə bilərik ki, haşa. O nəfsi daşlamağa gəlmisən. Mövlana deyir ki, ey yolçu, ey mənəviyyat yolcusu, Fir'on da sənin içindədir, Musa da sənin içindədir. Elə et ki, içindəki Musa, içindəki Fir'ona qalib gəlsin. Biz içimizdəki şeytanı daşlamağa gəlmişik, nəfsimizi daşlamağa gəlmişik. Sonra gedirik bir qurban kəsirik. Quran-ı Kərim qurbanın tarixi barəsində nə deyir? İbrahim əleyhissalam yuxu görür. Gəlir deyir ki, ya bunay inni ara fil mənami anni əzbahuka. Mən yuxuda görürəm ki, sənin başını kəsirəm. Fanzur məzə təra. Nə düşünürsən? Sən nə fikirləşsən? Bax gör neyniyək? Qalə ya əbəti fəal mə tu'mər. Dedi, atacan, sənə əmr olunanı sən yerinə yetir. Sətəcudini inşaallah minəs sabirin. İnşallah məni səbr edənlərdən olduğumu görəcəksən. Fələmmə əsləmə. Hər ikisi təslim oldular. İbrahim oğlunu kəsməyə hazırdı. İsmail də atasının əlindəki bıçağın altına yıxılıb Allah yolunda kəsilməyə hazırdı. Neynədik? Nədəynəhu ən ya İbrahim qad saddaqtar röya. Çağırdıq, dedi ki, İbrahim, sən yuxunu təsdiqlədin. Peyğəmbər yuxusu yalan olmaz, Peyğəmbər yuxusu ilahi vəhiy idi. Ona görə İbrahim dedi ki, yuxuda bunu gördüm. Neynəyək? Oğul dedi ki, sənə əmr olunan yerinə yetir. Çünki sənə yuxu gəlirsə Peyğəmbərə bu ilahi bir əmrdir. Amma bir sınaq idi bu İbrahim üçün. Allahın iradə-i təkviniyyəsi bunun əksinə idi. Bu İbrahimin sınağı üçün Allah təşri iradə ilə İbrahim əmr etdi ki, İsmaili kəssin. Yoxsa Allah Teala İsmailin belə kəsilməsini istəmirdi. Ki İbrahim, sən yuxunu təsdiqlədin. Biz yaxşılıq edənləri bu cür mükafatlandırarıq. Və fədəynahu bizibhin azim. Başqa bir surədə buyurur ki, biz onu Saffat surəsində ilə həmin surədə biz onu daha əzəmətli bir qurbanla əvəzlədik. Həzrət İbrahim əleyhissalam alimlərimizdən birinin çox gözəl bir təşbihi var, bənzətməsi var. Deyir, İbrahim gəlib oğlu İsmaili kəsməyə əmr olunub ona. Biz deyir, nəyə bənzəyir? Səhrada, çöllükdə bir ağac var, bağban gözünü o ağaca tikibdir. İndi o ağacı kəsmək məcburiyyətindədir. Həzrət İbrahim əleyhissalam çox gec yaşlarında İsmail əleyhissalam ona bəxş edilmişdi. Qoca bağban indi öz əli ilə yetişdirdiyi fidan pöhrələnmiş, yeni boyatmış bir ağacı deyir kəsmək, gənc bir övladını kəsmək sınağı ilə üz-üzə dayanıbdı. Həzrət İbrahim əleyhissalam sübut etdi ki, Allah yolunda hər şeydən keçməyə hazırdır. Övladından belə keçməyə hazırdır. Həzrət İsmail əleyhissalam da sübut etdi ki, Allah yolunda hər an canından keçməyə hazırdır. Qurbandan məqsəd
Zahiri biz heyvan kəsirik, Peyğəmbər sünnəsinə əməl edirik. İbrahimi həcc və Muhammed sallallahu aleyhi və səlləm salavat zikridir. Zahiri olaraq buna əməl edirik. Amma batini tərəfi budur ki, nəfsi Allah yolunda kəsməyi bacarasan. Allah üçün nəfsindən keçə biləsən. O İsmaillər var, dırnaqarası hər kəsin öz İsmaili var da, ondan keçə bilmir. O məcbur eləyə bilər ki, səni günaha da sövq eləsin. Qur'an-ı Kərimdə də Allah Teala buyurur ki, var dövlətiniz, zövcələriniz fitnədir, sınaq mənbəyidir sizin üçün. İnsan görsən var dövlətindən keçənmir, günaha sürüklənir. İnsan ailə uşağı üçün günaha əl atır. Bütün içindəki İsmailləri kəsməlisən. Nəfsi Allah yolunda kəsə bilməlisən. Allah üçün yaşamaq, Allah yolunda ölməkdən çox çətindir. Ki, insan bir ömür Allah üçün yaşasın, bir dəfə Allah üçün ölməkdən çox çətindir. Niyə çox çətindir? Çünki Allah üçün yaşadığın hər an Allah üçün ölməyə hazır olmalısan. Allah üçün bir dəfə Allah üçün öldün, bitdi bu ilə. Amma bir ömür Allah üçün yaşayasan, bu çox çətindir ki, sən hər an hazır olmalısan Allah yolunda qurban verməyə, fəda olmağa, nəfs istəklərindən keçməyə. Biz nəfsani istəklərimizdən keçə bilmirik. Biz Allah yolunda necə fəda ola bilirik? Biz sübh namazına yuxumuzdan keçə bilmirik ki, qalxaq. Allah yolunda biz canımızı necə fəda edə bilərik? Qurbanın və batini tərəfi, batini mənəvi qaydası budur ki, nəfsi Allah yolunda fəda eləyə biləsən. Canı canan vermişdir, nə niza eyləyəyim. Allah verir bu canı bizə, nə mübahisə eləyirik. O nə sənindir, nə mənim, nə sənindir, nə də mənimdir bu. Allah Teala'nın o kəsdiyimiz qurbanlara da ehtiyacı yoxdur. Allah Teala Qur'an-ı Kərimdə də buna işarə eləyir, buyurur ki, "Lən yenalullahu luhumaha və la dimaha." Allah onun nə ətindən, nə qanından faydalanar. Allah sizdən təqva istəyir. Təqvaya çatasınız. İlahi əmrləri yerinə yetirəsiniz. Kəsdiyiniz qurbanları neyin deyir? "Fakulu minha və at'imul qani'a vel mu'tar." O kəsdiyiniz qurbanları özünüz də yeyin. Kasıblara da yedizdirin, ətrafınızda olanlara da yedizdirin. Qurbanlıq gəlmişkən elə qurban barəsindəki qarşımızdan qurban bayramı gəlir. Qurbanlığın da bəzi fiqhi hökmlərinə işarə eləyək. Həcdə olanlar üçün qurban kəsmək vacibdir. Ayın 6-sı ki, qurban günüdür. Zilhiccə ayının 10-u hacılar Minada olacaqlar. Orada olanlara vacibdir. Düz İslam məzhəbləri arasında müəyyən fərqlər var. Əhl-i Beyt məktəbində, Cəfəri məzhəbinə əsasən oradakılara vacibdir. Buradakılara necədir məsələ? Buradakılara gəlincə müstəhəbdir. Həcdə olanlar Zilhiccənin 10-u, 11-i, 12-si, hətta 13-ü də qurban kəsə bilərlər bu 4 gün ərzində. Burada olanlar üçün 3 gündür. Bu 3 gün ərzində kəsə bilərsən. Burada müstəhəbdir. Burada hətta məsələn bir neçə adam birləşib bir heyvan alıb kəsək gedək fəqirlərə paylayaq, olar, müstəhəbdir. Öz-özlüyündə burada bu heyvanı kəsmək müstəhəbdir və qurban üçün şəriətimiz 3 heyvan təyin eləyibdir ki, dəvədir, 5 yaşına çatmalıdır, inəkdir və ya camışdır bu qismdən, 2 ilini tamamlamalıdır. Rəvayətlərə əsasən, hədislərə əsasən keçi də kəsilsə əgər 2 ilini tamamlamalıdır. Üçüncü də qoyun, quzudur ki, bu da 7-ci ayını tamamlamalıdır. Bir çox fəqihlərin rəyinə əsasən budur. 3 hissəyə bölünəcək qurbanın əti. Bir hissəsini özün yeyərsən, bir hissəsini pay verərsən, pay verdiyin adam fəqir olmaya da bilər. Qonşundur, qohumundur. Qurban günündə deyir, müstəhəbdir, ona da verəsən pay. Üçüncü hissəsini isə deyir, fəqirə ver, ehtiyacı olana ver ki, ət tapmır. Qoy heç olmasa hamının ət yediyi gündə o da evində ət bişirib yeyə bilsin. Beləcə bax, həccin görürsünüz, bütün əməllərində mənəvi tərəflər var. Həcc daha böyük bir hədəflər daşıyır özündə. Əslində həcc müsəlmanların bir böyük konfransı olmalıdır. Dünyanın hər yerindən müsəlmanlar gəlir ora. Hər millətdən olan müsəlmanlarla rastlaşırsan, biri-birinin təcrübələrindən istifadə etməlidirlər, biri-birini tanımalıdırlar, biri-birinin problemlərindən xəbərdar olmalıdırlar, biri-birinin problemlərini həll etməlidirlər. Amma təəssüflər olsun ki, biz bunu da görmürük ki, bu faydanı istifadə etmirlər. Əksinə müsəlmanlar elə özləri bir-birinə problemlər yaradırlar. Nəinki bir-birinin problemlərini həll etsinlər. Həcc ən böyük cəmaat ibadətidir. Dünyanın heç bir yerində cəmaat şəklində bu qədər böyük və əzəmətli bir ibadət yoxdur. Həcc qiyamətin kiçik bir formasıdır, kiçik bir surətidir. Əməli şəkildə də bir irfan dərsidir. Həccin ən böyük hədəflərindən biri də bax budur ki, Allah Teala Həzrət İbrahim əleyhissalamın dili ilə bizə buyurur ki, İbrahim əleyhissalam gətirdi İsmaili
o Kəbənin yerində qoyub gedəndə nə dedi? Dedi: "Rabbana inni askantu min zurriyyati bivadin ghayri zi zar'in." Ey Rəbbimiz, mən öz zürriyyətimdən, nəslimdən birini bu əkinsiz, biçinsiz bir yerdə məskunlaşdırdım. İndə beytikəl muharram, sənin hörmətli evinin yanında yerləşdirdim. Rabbana liyuqimus salat. Niyə etdim? Bunu etdim ki, ilahi qoy namaz qılsınlar, sənə ibadət etsinlər. Ardınca buyurur: "Fəc'al afidatan minan nasi tahwi ilayhim." İnsanların qəlblərini onlara tərəf meylləndir. Demədə insanların qəlbini Kəbəyə, evinə tərəf meylləndir. Dedi, insanların qəlbini onlara tərəf meylləndir. Kimlərdir onlar? Kimlərdir o İbrahim əleyhissalamın zürriyyəti, nəsli? Kəbə əslində peyğəmbərlərin, Allah vəsilərinin bir rəmzidir. Həzrəti Rasulullah sallallahu aleyhi və səlləmdən nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbər bir gün Kəbəyə baxdı, dedi: "Mərhəbən bil beyt." Deyir, salam olsun sənə ey ev. "Mə a'zamuka, sən necə də əzəmətlisən. Və a'zamu hurmatuka alallah." Və sənin ehtiramın Allah yanında nə qədər də böyükdür. Sonra Allah'a and içdi, dedi: "Vallahi, and olsun Allah ki, mömin Allah yanında səndən daha hörmətlidir." Çünki Allah sənə bir cəhətdən hörmət qoyub, amma Allah möminin üç cəhətdən hörmətini vacib eləyib ki, onun malının hörməti var, qanının hörməti var və ona qarşı bədgümanda olmaq haram da olmaz. Mömin belə görsən, Peyğəmbər hədisində buyurur ki, Kəbədən üstündür. Kəbə bir rəmzdir. Kəbə peyğəmbərlərin, Allah vəsilərinin, Allah vəlilərinin, imamların bir rəmzidir. Furat ibn İbrahim Əl-Kufinin təfsirində belə bir rəvayət nəql olunur. İmam Baqir əleyhissalama isnad olunur ki, İmam Baqir əleyhissalam bu ayə barəsində İbrahim peyğəmbərin bu duası ki var idi ki, ilahi mən öz zürriyyətimdən əkin biçin bitməyən bir yerdə sənin evinin yanında yerləşdirdim. Fəc'al afidatan minan nasi tahvu ilayhim. İnsanların qəlblərini onlara tərəf meylləndir. Bu ayəni İmam Baqir əleyhissalamdan soruşdular. İmam Baqir əleyhissalam belə izah etdi. İmam buyurdu ki, evi demədi, zürriyyətini dedi, onları dedi. Demədi insanların qəlbini evə meylləndir. Dedi, insanların qəlbini mənim bu zürriyyətimə tərəf meylləndir. Ardınca imam belə buyurdu: "Məgər belə düşünürsünüz ki, Allah sizə bu həcci vacib eləyib ki, durasınız, gələsiniz bu daşdan olan tikiliyə əl sürtəsiniz, öpəsiniz, qayıdıb gedəsiniz, bizim yanımıza gəlməyəsiniz, bizdən soruşmayasınız, öyrənməyəsiniz, biz Əhl-i Beyti sevməyəsiniz." İbrahim peyğəmbərin duası buydu. Fəc'al afidatan minan nasi tahwi ilayhim. İnsanların qəlbini onlara tərəf meylləndir. Yəni Allah vəlisinə doğru, Allah peyğəmbərinə doğru meylləndir. Kəbənin başına dövr etmək bu zahirdir. Bunun batını budur ki, sən Allah peyğəmbərinin, Allah vəlisinin ətrafına dövr etməlisən. Və mən yaxrucu min beyti ilallahi və rasulihi. Hər kəs evindən hicrət eləyərək çıxa Allaha və Rəsuluna doğru. Allahda fəna olmaq var, Rəsulda fəna olmaq var. Allah və Rəsuluna tam itaət var. Bütün istəklərini, ixtiyarını Allah və Allahın Rəsuluna verəcəksən. Niyə? Çünki Allah Teala mütləq şəkildə deyir ki, Allaha və Peyğəmbərə itaət edin. Mən ətə'ər Rəsul fəqət ətə'əllah. Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmişdir. Allah öz Peyğəmbərinin, öz vəlisinin itaətini öz itaəti ilə bərabər tutub. İndi sən mən gedirik Kəbəyə tavaf eləyən müsəlmanların, İnsanların Kəbəyə təvafından məqsəd Peyğəmbər və onun əhl-i beytinə olan imamlara tərəf meyl etməkdir. Onun ətrafında birləşməkdir. Onda fəna olmaqdır. Məqsəd budur ki, həcdən ən böyük hədəf budur. Allah and verir İzzət-i Cəlalına ki, ilahi, özünü bizə tanıtdır. Özünü bizə tanıtdırmasan Peyğəmbəri tanımarıq. İlahi, Peyğəmbəri bizə tanıtdır, Peyğəmbəri bizə tanıtdırmasan höccəti tanımarıq. İlahi, höccəti bizə tanıtdır, höccəti bizə tanıtdırmasan dinimizdən azarıq. Allah Teala zamanənin höccəti, İmam Məhdinin zuhurunu tezləşdirsin inşallah. Peyğəmbər və ali Peyğəmbərin uca məqamına salavat zikr edək.